Mən onu dəyişə bilərəm, məncə. Dəyişə Bunu bilərəm, onu eləyə dəyişmə. bilərəm. Kompüterin üzərində standart olaraq gəlib də dəyişmə. Heyətli qoydursun. Amma indi gör başqa Yaxşı, kompüter tapsan onu dəyişdir. 10 olar. yaxşı, yaxşı. Deməli, Amma mən həqiqətən dediyiniz kimi eləyirəm, yəni çox effekti var da test üzərindəki bəli, tətbiq bəli, eləmək. bəli. Deməli, kompüterin əsas xarakteristikalarından danışacağıq. Kompüterin əsas xarakteristikası nə deməkdir? Yəni, onun keyfiyyət göstəricilərinə. Siz gedir, mağazaya yaxınlaşır, kompüter alırsınız. Bax, bu gördüyünüz keyfiyyət göstəricilərinə görə onların qiymətləri dəyişir. Birinci, kompüterin işləmə sürəti var. İşləmə sürəti prosesorun bir saniyədə yerinə yetirə bildiyi sadə əməliyyatların sayıdır. Yəni, bu prosesor bir saniyədə hansı əməliyyatları yerinə yetirə bilir? Qeyd edək ki, kompüterin işləmə sürəti prosesorun bir saniyədə yerinə yetirdiyi sadə əməliyyatların sayıdır. Bu heç. Bir də işləmə sürəti kompüterdə yaddaşın təşkilindən çox asılıdır. Yaddaş nə qədər yaxşı təşkil olunarsa, işləmə sürəti bir o qədər artır. Bir də ona deyirlər kompüterin strukturundan asılıdır. Yadda qalsın. Məhsuldarlıq isə vahid zamanda emal olunan məsələlərin orta sayıdır. Məhsuldarlıq daha geniş anlayışdır. Məhsuldarlıq kompüterdə nədən asılıdır? Həll olacaq məsələnin növündən, bir də kompüterin arxitekturasından. Yaddaş tutumu saxlaya biləcəyi aydın məsələdir ki, informasiya miqdarıdır. Bax, yaxınlaşır, gedirsiniz mağazaya, 128 GB-lıq telefonunuz var, 64 GB telefonunuz var. Əlbəttə ki, 128 daha çox məlumat saxlaya bilir. Məsələ budur. Yaddaş tutumu saxlaya biləcəyi informasiyanın maksimum həddindən müəyyən olunur. Hesablama dəqiqliyi. Hesablama dəqiqliyi onun mərtəbəliyinin sayı ilə müəyyən olur. Bu nə deməkdir? Bax, siz təsəvvür edin ki, ədədin mərtəbə sayı nə qədər böyük olarsa, bir o qədər dəqiq hesablama aparılır orada. Başa düşürsünüz? Yəni, ən dərinliyinə qədər hesablama aparılır. Ona görə, yəni, nə qədər böyük ədəd olarsa, ən dərinliyinə qədər hesablama aparılır. İnformasiyanın emalı zamanında istifadə olan mərtəbələrin sayı ilə müəyyən olur. Əmrlər sistemi yerinə yetirə bildiyi əmrlər, prosesor hansı əmrləri yerinə yetirə? Burada əmrlər sistemi. Kompüterin qiyməti bax, bunların hamısından asılıdır. Yəni, yaddaşın tutumundan asılıdır, əmrlər sistemindən asılıdır, hesablama dəqiqliyindən asılıdır, məhsuldarlığından asılıdır. Yəni, bunlar nə qədər yaxşı olarsa, kompüterin qiyməti də bir o qədər baha olur. Yenə deyirəm, bax, yaddaş tutumu nə qədər baha olan telefon, yaddaş tutumu çox olan telefonların qiymət də baha olur, məsələn. Bu belə. Yenə deyirəm, belə deyək də, belə deyək, bir növ yaddaş tutumu nə qədər çox olarsa, deməli, kompüterin qiyməti də bir o qədər baha olur. O cümlədən, ümumiyyətlə, xarakteristikalar nə qədər çox olarsa, yəni xarakteristika, yəni nə qədər keyfiyyətli olarsa, kompüterin qiyməti də bir o qədər baha olur. Məsələ budur. İndi baxaq. Bir də var kompüterin iş etibarlığı. İş etibarlığı nədir? Sən 2020-ci ildə bir kompüter alıbsan, hal-hazırda 25-dir. Bu 5 il müddətində bu kompüter ilk günkü kimi fəaliyyət göstərdirsə, özünü o problemlərdən tez bərpa eləyirsə, deməli, onda bunun iş etibarlığı yaxşıdır. Onda deyərik, müəyyən şərt daxilində, müəyyən vaxt ərzində kompüterin öz xassələrini saxlama qabiliyyəti. Bax, kompüterin iş etibarlığı deyəndə, illər kilsə də kompüterin öz xassələrini saxlama qabiliyyəti. Deməli, indi baxaq, bir də təkrar eləyir. Bax, işləmə sürətidir, məhsuldarlıqdır, yaddaş tutumudur, hesablama dəqiqliyidir, əmrlər sistemidir, qiymətidir, iş etibarlıdır. Bax, bunların hansı kompüterin xarakteristikaları hesab olunur. Keyfiyyət göstəriciləri. Bunu testlərlə işləyəcəyik. Sonda, yəni, bunların hamısına aid testlərimiz olacaq, izahın sonunda. Onları işləyəcəyik. Davam edək. İndi nədən danışacağıq? İndi danışacağıq John von Neumannın arxitekturası. Heç bayaq sizdən John von Neumannın prinsiplərini soruşmadım. Soruşacağım mən də. John von Neumannın fikrincə kompüter iki hissədən ibarətdir. Mərkəzi hissə və periferiya hissəsi. Mərkəzi hissə daxili hissə deməkdir. Yəni ki, kompüterin daxili. Periferi hissəsi isə kompüterin xarici hissəsi. Sonradan qoşulur. Bir şey deyim ki, periferiya hissəsi kompüterdə olması o qədər vacib deyil də. Yəni, elə qurğular var ki, onlar olmasa da kompüter fəaliyyət göstərir.
Mərkəzi sistema mütləq şəkildə kompüterdə olmalıdır. Mərkəzi hissə ilə periferi hissəsini sistem interfeysi əlaqələndirir. İnterfeys sözünün mənası əlaqə demək. Bax, sistem interfeys sözünü bir burada eşitdiniz. Başqa yerlərdə də eşidəcəksiniz. Sistem interfeysi mərkəzi hissə ilə periferi hissəsini əlaqələndirir. Mərkəzi hissədə mikroprosesor yerləşir, hansı ki, indi danışacağım onun haqqında. Bir də daxili yaddaş qurğuları yerləşir. Periferiya hissəsində isə xarici yaddaş qurğuları, idarəetmə pultu, daxil etmə, xaric etmə qurğuları yerləşir. Xarici yaddaş qurğusu nə deməkdir? Məsələn, flash kart, CD, DVD disklər, nə bilim, streamer, kaset. Bunlar növbəti hissədə ətraflı danışılacaq. İdarəetmə pultunu bu gün belə deyək, əvəz edir mouse. Daxil etmə, xaric etmə qurğuları isə informasiyanı kompüterə daxil edən qurğular var. İnformasiyanı kompüterdə xaric edən qurğular var. Məsələn, daxil edən klaviaturanı məsəl çəkə bilərəm. Xaric edən klaviaturadan daxil elədiyi məlumatı göstərən monitoru məsəl çəkə bilərəm. Yəni iki funksiyalı, həm daxil edən, həm xaric edən də, yəni bu qurğular hesab olunur. Sistem interfeysi mərkəzlə periferi hissəsini əlaqələndirir. Onun üçün nəzərdə tutulur. Kimin sualı varsa verə bilər, ha. Deməli, kompüterin dedi ki, daxili hissəsinə aid olan birinci qurğunun adını çəkildi, dedik mikroprosesor. Bu gördüyünüz mikroprosesordur. Mikroprosesor nədir? Mikroprosesor funksiyası informasiya emalını həyata keçirməkdir. Bu kompüterin beynidir. Belə deyək də, düşünən beyin, qərar qəbul edən. Başa düşdünüz? Qərar qəbul edən hissəsidir kompüterin. Yadda qalsın. Onun üçün nəzərdə tutun. Yəni, mikroprosesorun iş prinsipi qərar qəbul etmək, informasiya emal etməkdir. Bu belə. Və mikroprosesor, yenə deyirəm, kompüterin ən vacib qurğusudur. Sən mikroprosesoru yaddaş qurğusu kimi təsəvvür eləmə. Mikroprosesor yaddaş deyil. Mikroprosesor informasiya emal edən, belə deyək də, bir növ bunun funksiyası odur ki, kompüteri idarə eləmək, yaddaşda nəsə saxlamaq deyil. Və mikroprosesoru biz CPU da adlandıra bilərik, ALU da adlandıra bilərik. CPU yaxud ALU. Və mikroprosesorun daxilində registr yaddaş deyə bir yaddaş yerləşir. Registr yaddaş. Bu registr yaddaş nədir? Mikroprosesorun sanki katibəsidir. Yəni bu, belə deyək, mikroprosesor tərəfindən emal olan informasiyanı saxlayır və informasiya mikroprosesor tərəfindən bunun oyuqları var. O oyuqlar registr oyuqları adlanır. Bax, o oyuqlarda emal olunur. Bax, şəkli belə qoymuşam ki, başa düşəsiniz. Bax, bu oyuqlar registr oyuqları adlanır və informasiya bu oyuqlarda emal olunur. Məsələ budur. Onun üçün nəzərdə tutulub. Dedim ki, mikroprosesor informasiya emal etmək üçün nəzərdə tutulmuş qurğudur. Bunun daxilində registr yaddaş yerləşir. Registr yaddaşın funksiyası odur ki, prosesor tərəfindən emal olunan informasiya burada saxlanılsın, həm də bunun oyuqlarında emal olunsun. Və bu registr yaddaş kompüterin ən sürətli yaddaşı hesab olunur. Çünki registr yaddaş kompüterin ən vacib qurğusunun daxilində yerləşir. Deməli, özdə elektrik enerjisindən asılıdır. Yəni, bu nə deməkdir? Kompüteri söndürəndə registr yaddaşın məzmunu sıfırlanır. Bu, belə də olmalıdır. Nəyə görə bilirsinizmi? Çünki registr yaddaş hər dəfə sıfırlanmasa dolar və bunu təmizləmək kompüter istifadəsini bezdirər. Registr yaddaşın həcmi azdır, sürəti çoxdur ona görə. Prosesorun özü informasiyanı emal edən qurğu olur. Daxilində də registr yaddaş yerləşdi və registr yaddaş elektrik enerjisindən asılı olan daxili yaddaş qurğusu hesab olundu. Kompüterin ən sürətli yaddaşı oldu. Prosesorun özü də dediyim ki, beyindir, qərar qəbul edir, yaddaş deyil. Prosesorun daxilində bir də hesab məntiq qurğusu və idarəetmə qurğusu yerləşir. Hesab məntiq qurğusu hesablamanı yerinə yetirir, idarəetmə qurğusu isə kompüter idarə edir. Və idarəetmə qurğusu kompüterdə hər şeyi idarə edir. Hesab məntiq qurğusunun özünü də idarə edir. Kimə aydın olmadı? Çox yaxşı izah edirsiniz müəllim. Hə. Aydındır müəllim. Hə.
Mikroprosesorun əsas xarakteristikaları, yəni keyfiyyət göstəricilər deyəndə söhbət nədən gedir? Yəni, bu, necə ki, bayaq kompüterin xarakteristikaları var idi, indi var mikroprosesorun xarakteristikaları. Takt tezlik. Tezlik, fizikadan da bilmirəm, bilirsinizmi? Hertz ölçü vahidi olaraq hertzdən istifadə edir. Takt tezliyi. Yəni, tezlik 1 saniyədə yerinə yetirə bildiyi sadə əməliyyatların sayı. Hertzdən ölçülür. Mərtəbəlik var. Vahid zamanda deyil, emal olunan informasiya bitlərinin sayı. Bu nə deməkdir? Yəni, prosesorun eyni zamanda müraciət edib, eyni zamanda emal edə bildiyi informasiya miqdarı. Bax, tutaq ki, 2 dənə informasiya var. Prosesor bunun ikisinə də eyni zamanda müraciət edir, eyni zamanda emal edir. Vahid zamanda emal olunan informasiya bitlərinin sayı. Mərtəbəlik, dərəcəlik, nə bilim, tərtib kimdə deyilər bunu. Sonra prosesorun daxilində bir dənə də yaddaş yerləşir. Əslində bunun haqqında növbəti dərsdə, yəni yaddaş qurğularında danışanda ətraflı danışacağım. Buna deyirlər keş yaddaş. Keş yaddaş adı burada çəkilir, az da olsa məlumat verim sizə. Keş yaddaş kompüterin işləmə sürətini artırmaq üçün nəzərdə tutulur. Və bunun funksiyası belə deyək, nədən ibarətdir? Keş yaddaş necə deyim, kompüterin işləmə sürətini necə olur ki, artırır? Bəzən prosesorla RAM-ın arasında o qədər informasiya mübadiləsi baş verir ki, RAM informasiya saxlamağı çatdıra bilmir. Bax, bu problemi aradan qaldırmaq üçün keş yaddaşdan istifadə olunur. Nəticədə prosesor keşə müraciət edir, sonra RAM-a müraciət edir. Və ona görə də işləmə sürəti artır. Keş yaddaşın funksiyası RAM-a kömək məqsədi ilə istifadə olunur və kompüterin işləmə sürətini artırmaq. Və onun 3 səviyyəsi var. Əslində, onun 3 səviyyəsi var, amma DİM-in kitabında bunu 2 səviyyəsi qeyd olunur. Ona görə bunu biz 2 səviyyə bilməliyik. Bir səviyyəsi də prosesorun içində yerləşir. Aydındır? Bunun üçün nəzərdə tutun. Bu belə elektrik enerjisindən asılı olan keş daxili yaddaş kursu. İşçi gərginliyi var. İşçi gərginliyini sizə belə əlaqələndirim də. Bax, real həyatımızda biz nə qədər iş görsək, bir o qədər tez olur. İndi prosesorun işçi gərginliyi ana plata üzərində yerləşən qurğuların sayından asılıdır. O qurğu sayı nə qədər çox olarsa, prosesorun işi bir o qədər gərgin olur. Bunu belə başa düşək. Əmrlər toplusu, bayaq kompüterin xarakteristikalarında əmrlər sistemi idi. Burada əmrlər toplusudur. Prosesor yerinə yetirə bildiyi əmrlər da bir yerdə istifadə edə bildik. Və bunun 2 növü var. CSC, RSC. CSC genişləndirilmişdir. Yəni, universal əmrlər, hər tip əmri yerinə yetirir. RSC sırf ixtisaslaşdırılmış, yəni öz ixtisası üzrə əmrlər yerinə yetirir. Deməli, takt tezliyi, mərtəbəli, keş yaddaşın tutumu, işçi gərginliyi, əmrlər topludur. Bunlar oldu prosesin xarakteristikaları. Kimə aydın olmazsa bir izah edə bilərəm. Qabaqda suallarda bizə lazım olacaq bu nədir? Fərdi kompüterlərdən danışsaq. Ümumiyyətlə, niyə fərdi kompüterlər deyirik buna? Çünki, yenə deyirəm, fərdi kompüterlər 80-ci ildən insanlar üçün, yəni kütləvi şəkildə bu, belə deyək də, istehsal olundu. Yəni, sırf gedib adi sıravi insan da onu ala bilsin. Ona qədər, necə deyim, dövlət işlərinin istifadə olunur. Bax, ona görə fərdi kompüterlər adlandırırlar bunu. Və fərdi kompüterlər mikrokompüterlər sinifinə aid edilir. Mini yox, mikro. Tələbələrin səhv saldığı bir şeydir. Fərdi kompüterlərin stolüstü kimi növü var. Ev şəraitində istifadə olunan personali kompüterlər. İşçi stansiyalar var. Şəbəkədə, kompüter şəbəkəsində. Şəbəkədə adi, sadə bir kompüter. Resurslardan istifadə edən, yəni server kompüterlər şəbəkəni idarə edən kompüterlərdir. İşçi stansiyalar şəbəkədə idarə olunan kompüterlərdir. Serverlər tərəfindən idarə olunan işçi stansiyalardır. Yəni, serverin resurslarından istifadə edən, sadə. Serverdə şəbəkəni idarə edən kompüter. Stolüstü nəşriyyat kompüterləri var, nəşr işlərində istifadə olunur. Qəzet çapında, məqalə çapında, nə bilim, yəni bu özdə belə deyək də, nəşr işlərində konkret istifadə olunur, belə deyək. Sonra var Plumtop, bu da bir kompüter növüdür. Kommunikatorlar var, sadə prostoy telefonlar var, deyib, ondan danışır. Sonra var smartfonlar, hal-hazırda istifadə elədiyiniz. Stolüstü mini kompüterlər var, bunu heç görməyibsiniz. Barbie vanlar deyil, heç mən də görməmişəm. Bu, belə deyək də, bunu
Nə üçün nəzərdə tutulub? E, Onun üçün nəzərdə tutulub ki, serverlər, üzr istəmək, istorusu mini kompüterlər buna görə istifadə olunur ki, bir növ o adi personal kompüterin yığıcan formasıdır. Yəni özündə yığır olar. Və bu, necə deyim, imkanlarına görə notebooklardan belə üstündür. Amma ki, notebooklar diz üstündə istifadə olunduğuna görə bunları elə bil ki, öz bazarına, inkişafına qoymur. Bu da bir kompüterlərdir. Sub notebooklar və balaca kompüterlər şəkildən tuta bilərsiniz. Notebooklar var, adi bildiyimiz planşetlər də məncə planşet bilməyən yoxdur. Fərdi kompüterin 3 əsas tərkib hissəsi var. Sistem bloku, monitor, klaviatura. Sistem bloku bir qutudur. Sadəcə onun funksiyası odur ki, kompüterin vacib qurğularını öz daxilində saxlasın. Sistem bloku bir qutudur. Belə deyil, sadəcə onun funksiyası odur ki, vacib qurğuları öz daxilində saxlasın. Monitor görüntünü əks elətdirən qurğudur. Klaviatura məlumatı daxil etmək üçün nəzərdə tutulmuş qurğudur. Baxın, Demin kitabında bunun 3 dənə əsas tərkib hissəsi verir. Bax, bu gördüyümüz biz də belə bilməliyik. Sistem bloku nə girişdir, nə çıxışdır, nə də yaddaşdır, nəsə başlı. Buna bəzən prosesor da deyirlər. Ha, bu prosesor deyil. Prosesor bunun içərisində ana platanın üzərində yerləşən, belə deyək də, informasiya emal edən qurğudur. Sistem blokunun funksiyası vacib qurğuları öz tərkibində saxlamaq. Onun üçün nəzərdə tutulur. Linki yeniləyəcəm ha. Linkin vaxtı tutar. Monitordakı görüntünü əks elətdirir, klaviaturadakı məlumatı daxil edir. 3 əsas tərkib hissəsi var. Bu gördüyünüz sistem blokunun daxili görünüşüdür. Bu da arxadan görünüşüdür. Bax, görünüşü bu formadadır. Və sistem blokunun tərkibində yerləşir. Daxilində yəni. Birinci var orada qida bloku. Qida bloku real həyatda bilmirəm. Transformator, stabilizator, belə şeylər eşidibsiniz. Qida bloku dəyişən cəryanı sabit cəryana çevirir. Yəni, xaricdən gələn elektrik enerjisini tənzimləyib qurğuları ötürür ki, qurğular sıradan çıxmasın. Normal elektrik ötürür. Bax, başa düşdün? Yəni, artığı ötürmür ki, qurğunu xarab eləməsin. Dəyişən cəryanı sabit cəryana çevirir. Bir qeydi götürək ki, qida bloku